Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, 6-cı imamımız İmam Sadiq əleyhissalamdan hədisdə belə gəlmişdir ki, Allah təbarək və Teala buyurmuşdur: Oruculuq mənə aiddir və onun da mükafatını mən özüm verəcəyəm. Müqəddəs kitabımız Quran-ı Kərimin Şəms surəsində belə buyurulub: And olsun günəşə və onun ilk vaxtında saçan işığına. And olsun gündüzün dünyanı işıqlandırdığı ana. And olsun gecənin o vaxtına ki, hər şeyin üstünə qara pərdə çəkir. And olsun yeri və onu bu genişlikdə yaradana. And olsun insanın nəfs-i natiqəsinə və onu gözəl yaradana ki, xeyir və şər işlər ona ilham olunub. Və kim öz nəfsini günah və xəbislikdən təmizləsə, səadətə yetişər. Oruç tutmağın məhz Ramazan ayında vacib olması və müqəddəs kitabımız Quran-ı Kərimin bu ayda nazil olub yerə enməsi Ramazan-ı Mübarəkin üstünlüyündən və böyük əhəmiyyət və fəzilətindən xəbər verir. İslami rəvayətlərdən məlum olur ki, bütün səmavi kitablar, Tövrat, Zəbur, İncil, Suhuf İbrahim və müqəddəs kitabımız sayılan Quran-ı Kərim məhz Ramazan ayında nazil olmuşdur. İmam Sadiq əleyhissalam buyurur ki, Tövrat Ramazan ayının 6-sında, İncil Ramazan ayının 12-sində, Zəbur 18-də, müqəddəs kitabımız Quran-ı Kərim isə Qədir gecəsində nazil olmuşdur. Beləliklə də Ramazan ayı səmavi kitabların nazil olma, təlim və tərbiyə ayıdır. Səbr etmək dinimizdə ən çox bəyənilən xüsusiyyətlərdən biridir. Hər bir müsəlman özünün fərdi və ictimai həyatında öz məqsədləri uğrunda mübarizə aparır. Çətinliklərlə üzləşir. Səbr olmasa çətinliklərə sinə gərmək, qalib çıxmaq və məqsədə nail olmaq asan iş deyil. Səbir, dözüm, möhkəmlik gücünü artırır. Çətinlik və müsibətə dözməyən cəmiyyət düşməninə qalib gələ bilməz. Elə buna görə də oruç tutmaq insana səbr və dözüm bəxş edir. Oruç tutmaq adamın iradəsini möhkəmləndirir. Quran-ı Kərimdə deyilir, səbr, oruç və namazdan ancaq xeyir görmək olar. Əziz Peyğəmbərimiz də Ramazan ayını səbr ayı adlandırmışdır. Ramazan səbr ayıdır və səbrin də mükafatı behişdir. Elə buna görə də İmam Sadiq əleyhissalam orucluğun bu xüsusiyyətinə işarə edərək buyurmuşdur ki, hər kəsə çətin, qəmli hadisə üz verdikdə Allahın buyurduğu kimi oruç tutsun. Əzizlərim, Allah bizim və sizlərin də tutduğunuz oruclarınızı, qıldığınız namaz, etdiyiniz itaət, verdiyiniz iftar və ehsan süfrələrini qəbul etsin inşallah.